Salam hörmətli izləyicilər. Loqaritmadan qaldığımız yerdən davam edirik. Bugünkü bölməmiz üslü və loqaritmik təmizliklər sistemidir. Bu tip izahlardan xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri aça bilərsiniz. Keçək suallara. Deməli, birinci sualda deyir ki, təmizliklər sistemindən x, y hasilini tapın. Yazıram 3 üzəri x üstəgəlsin y bərabərdir 81 və 4 üzəri x minus y bərabərdir müsbət 1. Şimdi bunu belə yazıram. 3 üzəri x üzəri y 81 nə deməkdir? 3 üzəri 4 deməkdir. 4 üzəri x minus y bir də 4 üzəri 0 kimi yazıram. İndi x üzəri y bərabərdir. Bax bu müsbət 4 olar. X çıx y də nə olar? 0 olar. Buradan y-lər toplasaq 2x bərabərdir müsbət 4-dən. X bərabərdir 2 olsa y də bərabərdir neçə olar? 2 olar. İndi bunların da hasili 4'e bərabər olur. Birinci sual oldu C variantı. 2 bunun eynisidir. Baxaq misal nömrə 3-ə. Təmizliklər sistemindən x, y hasilini tapın. Yazırıq 3 üstündə x vurulsun 2 üstündə y bərabərdir müsbət 6. X, y cəmi də verib bizə müsbət 2. Şimdi burada nə edəcəm? X plus y-dən yazıram x plus y bərabərdir 2-dirsə, x bərabərdir 2 minus y əvəzləməsi aparaq. Yazıram 3 üzərində. Bax bu x-in yerinə 2 minus y yazım. 2 minus y vurulsun 2 üzəri y bərabərdir 6 olar. Şimdi bu da 9 bölünsün 3 üzəri y vurulsun 2 üzəri y bərabərdir 6'ya. İndi 2 üzəri y bölünsün 3 üzəri y bərabərdir 6 bölünsün 9'a. Şimdi bu 6'nı 9'a böldük. Şimdi bunu da belə yazıram. 2 bölünsün 3 üzəri y. 6 ilə 9 x-lərləsi 3'ə. Burada qalır 2, burada qalır 3. Bunun üzəri 1'dir də. İndi y bərabərdir. Deməli buradan 1'dir. Y 1'dirsə onda x da 1'ə bərabərdir. Və x, y hasili 3-cü sual oldu. Doğru cavab B variantı. 4-cü sualda bunun eynisi. Baxaq misal nömrə 5'ə. Deməli, 5-ci sual təmizliklər sistemini deyir, həll edin. Yazırıq 5 üzərində x minus 1 vur 7 üzəri y bərabərdir 7-də 1'ə. İndi x çıxılsın y-də bərabərdir müsbət 2 verib. İndi gətirək x bərabərdir y üstəgəlsin 2 əvəzləməsi aparaq. O zaman yazıram 5 üzəri. Bax x-in yerinə y plus 2 yazıram. Y plus 2 minus 1 vurulsun 7 üzərimdə y var. Bunu yazıq. Bərabərdir olsun 7'də 1. Şimdi bu da 5 üzərində y üstəgəlsin 1 vurulsun 7 üzəri y bərabərdir 7'də 1'dir. Şimdi bunu da 5 vurulsun 5 üzəri y vur 7 üzəri y bərabərdir 7'də 1'ə. 5 ilə 7'ni bir-birinə qoşaq. O yer 35 üzəri y bərabərdir. 5 7'də 35'də 1. 35'də 1 də 35 üzəri mənfi 1'dir. Y-i neçə taparıq? Mənfi 1 taparıq. Y mənfi 1'dirsə, baxın burada y-in yerinə x də bərabərdir. Mənfi 1 üstə 2 neçə qalır? Müsbət 1. Deməli, bərabərsinə x-i 1'dir, y isə mənfi 1'dir. 5-ci sual doğru cavab C variantıdır. 6-cı sual bunun eynisi. Baxaq misal nömrə 7'yə. Loqaritm 3 əsasdan verib yazıram. Loqaritma 3 əsasdan x minus. Bax bu 2'ni keçidirəm loqaritmanın y plus 2'də 1'in üzərinə yazıram. Loqaritma 3 əsasdan y plus 2'də 1 üzərimdə neçə var? 2 var. O da bərabərdir 0'a. Şimdi buradan da loqaritma 3 əsasdan x minus 6 loqaritma 3 əsasdan y plus 2'də 1. Təmizliklər sistemini həll edin. Şimdi burada belə yazıram da birinci hissəni yazıram loqaritm 3 əsasdan x bölünsün y üstəgəlsin 2'də 1'in kvadratı bərabərdir nə olub? 0 olub. İndi 3 üstündə 0 nə olacaq? 1 olacaq. Yəni ki x bölünsün y üstəgəlsin 1 böl 2'nin kvadratı var. O da bərabərdir müsbət 1'ə.
İndi ikinci halda da loqaritmləri atsa, qalır x minus 6 bərabərdir y üstəgənsin 2-də 1. Şimdi burada x bərabərdir y üstəgənsin 2-də 1'in nəyi var? Kvadratı var. Tənasüb kimi buranı vurduq. İndi y üstəgənsin 2-də 1 var, bir də x var. X'in yerinə yazıram y üstə 2-də 1'in kvadratı. Yazıram y üstəgənsin 2-də 1'in kvadratı minus 6 bərabərdir y üstəgənsin 2-də 1'ə. Y üstə 2-də 1'ə t deməklə də yazmaq olar, fərqi yoxdur. Hətta mötərizəni vurub açmaqla da yazmaq olar. Ən yaxşısı y üstəgənsin 2-də 1'ə bir t deyək. İndi y üstə 2-də 1'də t də burada 0-dan böyükdür. Çünki y üstə 2-də 1 loqaritmin içərisindədir. Olur t'nin kvadratı. Buna bir t demişdim. Minus t minus 6 bərabərdir 0'a. Köklər cəm 1 hasıl mənfi 6 olsa 3 və mənfi 2. Mənfi 2 ödəyə bilməz. Çünki y üstə 2-də 1 loqaritmin daxilindədir. İndi yazırıq y üstəgənsin 2-də 1 bərabərdir neçə qalar? 3 qalar. Y də bərabərdir 3 çıxılsın 2-də 1 olur. 3 kim 6, 5 böl 2 bura edər. 5 bölünsün 2. Y 5 böl 2'dirsə, indi x-a baxaq. Bax, x-a bu ifadəyə bərabərdir. Yazırıq x bərabərdir. Y-in yerinə yazıram 2-də 5. Üstəgənsin 2-də 1. Nəyə var? Kvadratı. Bu deyir müsbət 9. Deməli, x-imiz 9'a bərabərdir. Y-imiz 5 böl 2'yə bərabərdir. Yəni 9'dan 2 tamamında 5. 7-ci sual doğru cavab qaldı. Y variantı. 8 də bunun eynisidir. Baxaq, misal nömrə 9-cu suala. 9'un şərtini yazaq. Verib 2-də 1 üzərində x vurulsun 5 üzəri y bərabərdir müsbət 10. Bir də x üstəgənsin 2y bərabərdir neçə verib? Müsbət 1. İndi x-i buradan tapaq. X bərabərdir 1 minus 2y. Bu 2-də 1'də belə yazıram. 2 üstü mənfi 1 kimi x-in də yerinə 1 minus 2y yazıram. O da vurulsun 5 üzəri y bərabərdir müsbət 10. İndi 2 üzəri olub 2y minus 1 kimi mənfi 1'i bu ifadəyə vururam. Vurulsun 5 üzəri y bərabərdir müsbət 10'a. Bu da deyir 4 üzəri y bölünsün 2. Bu ifadəni yazdım. Vurulsun 5 üzəri y bərabərdir müsbət 10. 4'ü 5'e vururam. Eləyir 20 üzəri y və 2'ni də 10'a vurduq. Elədir 20. Çünki burada artıq bu hissəni niyə belə yazmışam? Bunu siz başa düşməlisiniz də. Çünki bura qədər gəlmişsinizsə, bura qədər öyrənmişsinizsə. Natural üstü qüvvətdən söhbət gedir sadəcə burada. İndi y bərabərdir müsbət 1 qalır. Əgər y 1'dirsə, x da mənfi 1'dir. Y-in yenə 1 yazanda 1'dən 2'ni çıxır mənfi 1. Mənfi 1 ilə müsbət 1. 9 oldu. Doğru cavab A variantı. 10 da bunun eynisidir. Yazmayacağım. Baxaq. Misal nömrə 11-ci suala. 3 üzəri x vurulsun 9 üzəri y kvadrat 243 verib. Bir də verib elin x üstəgənsin elin. Bu 2'ni y-in üstə yazıram. Y kvadratı bərabərdir elin. Elciyə 100 nəyə bərabərdir? Bəs 2'yə bərabərdir. Şimdi bunu belə yazıram. 3 üzərimdə x vurulsun. 9 nə deməkdir? 3'ün kvadratıdır. Y kvadratına vursam olur 2y kvadratı bərabərdir 243'ə. 243'də 3 üstündə 5 deməkdir. Şimdi buradan da yaza bilərəm. Elin x0 y kvadratı bərabərdir elin 2'yə. İndi əsaslar yolunda bax qüvvətlər burada toplanır. Olur 3 üzərində x plus 2y kvadratı bərabərdir 3 üzərində 5 olsun. Burada elenləri atsaq olur x y kvadratı bərabərdir müsbət 2'yə. Lakin x ise 0'dan böyükdür, y də 0'dan böyükdür. Nəyə görə? Bax bunlara görə. İndi burada da x plus 2 y-in kvadratı bərabərdir 5 alınır. Bir də x y-in kvadratı bərabərdir 2 alınır.
Deyir x kvadrat plus y kvadratın cəminin ən kiçik qiymətini deyir tapın. İndi x kvadrat plus y kvadratın ən kiçik qiyməti bunu necə edə bilərik? X plus tərəf-tərəfə toplasaq 2y kvadrat üstə x y kvadrat bərabərdir 7 olsa, buradan y kvadratı çıxarsaq mütərizə xaricinə x plus 2. Heç bir şey alınmır da. Gətirək burada y kvadratının yerinə yazalım y kvadratı bərabərdir 2 bölü x. Əvəzləməsi aparaq. Onda olacaq x üstə gəlinsin. Y kvadratının yerinə 2 bölü x yazsam, yazıram 2 vurulsun, 2 bölünsün x bərabərdir müsbət 5'e. Şimdi buradan da hər tərəfi nəyə vuraq? X-a vuraq. X kvadrat üstə gəlinsin. 4'e bərabərdir 5x-a. X kvadrat minus 5x üzərinə gəlsin 4 bərabərdir olar 0. Deməli köklər cəmi eləsin 5, hasil mənfidir 1 və 1 dərə kök cəmi eləsin 5, hasil eləsin 4. 1 və 4 ədədləridir. İndi x1 bərabərdir 1, y1 bərabərdir 4 olsa, onda y1 bərabərdir 1'i yazsaq 2'ni bölülə y1'in kvadratı bərabərdir. O ilə 2. 2'ni bərabərində 2. y1 də bərabərdir plus minus kökdə 2 verər. Bir də burada onsuz da biz demişdik ki x-də y-də nədir? Sıfırdan böyükdür. Bax burada böyük olan bir dənə kökdəki burada qalar. İndi burada x1'də nəyə y1 yazmışıq? İndi y2 bərabərdir y2'nin kvadratı. Bax burada yazırıq da yerinə. 2 bölünsün 4'e. O da 1 bölünsün 2'ye. y2 də bərabərdir kökdə 2 bölünsün 2 olar. İndi bizə nə istəyir? Deyir x kvadrat plus y kvadrat cəminin ən kiçik qiyməti. X-i bir daha 1 götürsəm plus 2'nin kvadratı, kökdə 2'nin kvadratı 2, bu elər 3. 4 götürsəm 16 üzərinə gəlinsin 2'də 1. 16'dan 2'də 1 də bu edir. İndi bizə ən kiçik elə 3 olub da. 11-ci sual olar D variantı. X kvadratı plus y kvadratı. Bax bu x kvadratı plus bu da y'nin kvadratıdır. Çünki kökdəkinin kvadratı müsbət 2'yə bərabərdir. Baxaq misal nömrə 12'yə. 3 üzərində x plus y. Bunu belə yazıram da. Bax 3 üzərində x plus y var. 81 3 üzərində 4 deməkdir. İndi x kvadrat y üstə yəni x y'nin kvadratı bərabərdir mənfi 96. Təyin istənilən x y hasilini tapın. İndi x plus y bərabərdir 4 alınır. Buradan da x y çıxarsam x plus y qalır da. Bərabərdir mənfi 96'ya. X plus y'in yenə 4 yazsam mənfi 96'nı 4'e bölsəm x y bərabərdir mənfi 24 olar. Bu da oldu C variantı. 12-ci sual. X plus y'in yenə 4 yazıram. Mənfi 96 4'e mənfi 24 qalır. İndi x y hasilini istəyir də bizə. 13 də bunun eynisdir. Baxaq misal nömrə 14'ə. Təyin obasını istəyir. Onda loqaritma 3 əsasdan 5 minus x bərabərdir, böyükdür, bərabərdir 0 olmalıdır. Burada x kiçikdir 5 olmalıdır. 5'dən kiçiklər. Müsbət olsun deyə. Bir də 5 minus x böyükdür, bərabərdir 3 üstə 0 1'dir. Mənfi x böyükdür, mənfi 4'dən x də kiçikdir, bərabərdir 4'dən olar. Deməli 5 daxil deyil, 4 daxildir. 5 4. Daha doğrusu 3 üstə 0 1'dir. Mənfi sonsuzdan 5'e kimi, mənfi sonsuzluqdan 4'e kimi. Mənfi sonsuzdan 5'e kimi, üzrlü sayın olar 14A variantı. Bir dəqiqə baxaq buna. Deməli 4 buranı verir, 5 buranı verir, 4 də buranı verir. Mənfi sonsuzdan 5'e, mənfi sonsuzdan 4'e. 4'e qədərdir. Bax, həllər çoxumuz budur. Olacaq 14 C variantı. 15 iynisi
16-cı sual. Təyin oblasını yenə istəyir. Loqaritma 5-də 2 əsasdan 7 minus x 0-dan böyük bərabərdir. İndi buradan x kiçikdir, özü kiçikdir 7-dən. Bir də 7 minus x kiçikdir bərabərdir 5-də 2 üzəri 0 1-dir. X da mənfi x kiçikdir bərabərdir mənfi 6-dan, x böyükdir bərabərdir 6 olar. Bu da mənfi 6-dan böyüklər 7-dən kiçiklər. 6, 7 yarım intervalı. 16 oldu D variantı. 17 bunun eynisidir. Baxaq. Misal nömrə 18-ə. 2 üstü x yazılıb. 2 üzərində x vurulsun. 4 də belə yazıram da 2-nin kvadratı y kvadratına vursam olur 2y-in kvadratı. 256-da 2 üstündə 5 32, 6 64, 7. 2 üstü 8 deməkdir. Burada elin x üstə gəlinsin. Bax bu 2 də yazıram belə. Y-in kvadratı y-in üstə keçir. Bərabərdir elin 1, 2, 3, 4, 5, 6, 7, 8. Elci bu da 8 verəcək də bizə. Çünki 10 üzərində 8-dir. O da 8 keçir qabağa. Elci 10. Bu da 8 verir. Elin 8 qalır. İndi burada neyniyək? Əsaslar yolunda qüvvətlər toplanır. 2 üzərində x üstə 2 y-in kvadratı bərabərdir 2 üzəri 8 verir. İndi x üstə 2 y kvadrat bərabərdir neçə olmalıdır? 8 olmalıdır. İndi bu da burada yaza bilərəm. Elin x y-in kvadratı bərabərdir elin 8-dirsə, onda x y kvadrat yazırıq x y kvadrat bərabərdir 8-ə bərabər olur. Və burada x da 0-dan böyükdür, y də 0-dan böyükdür. Bizdən nəyə soruşur? Bizdən x plus y cəmini soruşur. İndi burada x yaza bilərik. X üstə gəlinsin. Və hətta belə də y kvadratının yerinə bərabərdir 8 böl x yazıram. Onda x üstə gəlinsin. 2 vur 8 böl x bərabərdir. Neçə qalar? 8 qalar. İndi buradan hər tərəfini x-ə vururam. Çünki x 0-dan böyükdür. Olur x-in kvadratı. Üstə 16 bərabərdir 8x. X kvadrat çıx 8x üstə 16 bərabərdir 0 versə x bərabərdir yeganə 4 alınır. X 4-ə bərabərdirsə y kvadrat bərabərdir 8 bölünsün neçə olar? 4 olar. O da 2-dir. Y də kökdə 2-dir. Mənfisi olmayacaq çünki y 0-dan böyükdür. X üstə y cəmi 4 plus kökdə 2 alınır. O da 18 elədi. Doğru cavab A variantı. 19 da bunun eynisidir. Baxaq misal nömrə 20-ci suala. X üstündə LCY ya x üstündə LCY bərabərdir 10. Bir də x y k-sidir bərabər verib bizə 100-ə. Tənliklər sistemini həll edin. Birinci ifadədə x üzəri LCY bərabərdir 10-dursa, loqaritmləsək, 10 əsasdan loqaritmləsək, nə alına bilər? Loqaritmləyək də, olur LC x üzəri LCY bərabərdir 10, daha doğrusu LC 10 olsun. İndi LCY vurulsun LCX bərabərdir LC 10 da bizə nə verir? Müsbət 1-i verir. Bu məlum məsələ. Sonra buradan nə etmək olar? Və yaxud da y tapıb gətirib yerinə yazmaq olardı. O da eybi yox. İndi x bərabərdir 100 bölünsün y. Y də burada 0-dan böyükdür. Çünki loqaritm daxilidir. İndi gətirək x-in yerinə yazıram LCY vurulsun. Yazırıq LC x-in yerinə yazıram 100 bölünsün y. O da bərabərdir müsbət 1-ə. İndi yazırıq LCY vurulsun. LC 100 minus LCY bərabərdir müsbət 1-ə. İndi LC 100 bizə 2-ni verir minus LCY
bərabərdir müsbət 1-ə. Bu 100 bölü y-i belə yazmışam da, ona görə onun çıxma kimi yazırıq. İndi eləcə y bir t olsa, olur mənfi t kvadrat üstə 2t minus 1 bərabərdir 0-a. T kvadrat minus 2t üstə 1 bərabərdir 0-a. T də bərabərdir 1 alınır. T 1-dirsə, o zaman x da bərabərdir 100 bölünsün. Daha doğrusu t'ni tapmışıq biz. Eləcə y bərabərdir 1-dirsə, y bərabərdir neçə olar? 10 olar. Y 10'dur. Onda x bərabərdir 100 bölü y tapmışıq da. 100 bölünsün y-ə. Bax, buna əsasən. İndi 100'ü də 10'a böləndə neçə qalar? 10. Deməli 10 və 10 bunların kökləridir. 20-ci sual doğru cavab neçədir? C variantı. 21 də eynisidir. Baxaq misal nömrə 22-ci suala. 3 üzəri x minus 3 üzəri y bərabərdir müsbət 6. 9 vuraq 3 üzəri x üstə 3 üzəri y bərabərdir 84'ə. X plus y cəmində etap 3 üzəri x-a bərabərdir 1 a deyirəm, 3 üzəri y-ə bərabərdir b deyirəm. Onda olur a minus b bərabərdir 6, 9a üstə b bərabərdir 84'ə. Tərəf tərəfə toplayanda edir 10a bərabərdir 84 üstə 6 90'dırsa a bərabərdir 9 qalar. A 9 ise b'də neçədir? 3'dür. İndi 3 üzəri x bərabərdir a-nı 9 tapmışıq. 9 da 3'ün kvadratıdır. X bərabərdir müsbət 2 qalar. 3 üzəri y bərabərdir b 3'ə bərabərdir. 3 üzərində 1'dirsə y də bərabərdir müsbət 1 qalar. Bu bizə nəsə x plus y 2 ilə 1'i toplayanda doğru cavab neçə qalar? Müsbət 3 qalar. 22 oldu. 3. Baxaq misal nömrə 23'ə. Səliqəli yazaq. 2 üzəri x vurulsun 3 üzəri y bölünsün 2 daha doğrusu bərabər neçə verib bu? 72. Bir də verib 2 üzərində y vurulsun 3 üzərində x bərabərdir 108'ə. Tənliklər sistemindən x plus y deyil cəmini tapın. Şimdi burada ne edək? Tərəf tərəfə vursaq, tərəf tərəfə vursaq. Vuraq tərəf tərəfə. Olacaq, bax, 2 üzəri x vur 3 üzəri y vurulsun 2 üzəri y vurulsun 3 üzəri x 72 vurulsun 108. 2 üzəri x 2 üzəri y. Belir 2 üzəri x plus y. Vurulsun 3 üzəri y 3 üzəri x. 3 üzəri x plus y. Bərabərdir 72 vurulsun 108. İndi qüvvətlər bərabərdirsə 2'ni vuraram 3'ə neçə edər? 6 üzərində x üstə y edir. O da bərabərdir. 72'ni yazıram 36 vur 2 kimi. 108 yazıram 36 vur 3 kimi. Şimdi 6 üzərində x plus y bərabərdir. Bu edir 6'nın kvadratı. 2 ilə də 3'də vur 6 üzərində 1 vur 6'nın kvadratı. O da bərabər 6 üzərində neçə qalar? 5 qalar. Şimdi 6 üzəri x plus y 6 üzəri 5'ə bərabərsə ilə x plus y nəyə bərabərdir burada? 5'ə. 23 doğru cavab neçə qaldı? 5 qaldı. 24'cü sualda bax 22'ci sualın eynisidir. Özünüz yazarsınız. Baxaq misal nömrə 25'ə. Təkrar suallar çox verilir. 9x'in kvadratı vur 3 üzərində y bərabərdir 81. Bunu yazıram elin. Bu 2'ni kesitdi yuxarı olur x'in kvadratı. Üstə elin y bərabərdir elin. Elcə yüzdə 2'yə bərabərdir. Şimdi 9'u yazaram. 3'ün kvadratı x kvadratına vuranda edir 2x'in kvadratı. Vur 3 üstündə y var. Yazırıq 3 üstündə y bərabərdir 3 üstündə 81 4'ə bərabərdir.
Bu da edecek. Elin x kvadratını y'e vururam. X kvadratı var. Y beraberdir. Elin 2 alınır. Sonra şimdi sergileyeceğiz. Əsaslar yanında qüvvətlər nə olur? Toplanırdı. 3 üzərində 2x kvadrat üstə y bərabərdir 3 üzərində 4-ə. Burada elenləri atsam x kvadrat vur y bərabərdir 2 alınır. İndi buradan 2x kvadrat üzəri y bərabərdir 4 alınır. X kvadrat vur y bərabərdir müsbət 2 alınır. Sonra determinant sistemindən y tapın. Y tapın deyirsə x kvadrat bərabərdir 2 bölünsün y. Onda 2 vurulsun. X kvadratın yerine 2 bölü y yazıram. 2 bölünsün y. Üstə gəlsin y bərabərdir müsbət 4 olar. Hər tərəfin y-ə vursam olur 4 üzəri y kvadrat bərabərdir 4y. Y kvadrat minus 4y üstə gəlinsin 4 bərabərdir 0'dırsa y buradan nəyə bərabərdir? 2'yə bərabərdir. Deməli doğru cavab 25-ci sualda 2 olur. Onsuz da burada baxın y loqaritm daxili ifadə idi deyilib y sıfırdan böyükdür. Baxaq misal nömrə 26-cı suala. Deməli LC A üstə LCB 7'yə bərabərdir. Onda bunu belə yazıram. LC A vuraq B bərabərdir 7. İndi LC A kvadrat bölünsün B yazıram LC A'nın kvadratı bölünsün B o da bərabərdir 2 verib. Deyir bizdən bu ifadənin qiymətini tap. İndi A vurulsun B hasili bərabərdir 10 üzəri 7'dir. İndi A'nın kvadratı bölünsün B bərabərdir 10 üzərində 2'dir. İndi gəlin bunu tərəf-tərəfə, bax bunu tərəf-tərəfə vuraq. Olur A vuraq B vurulsun. A'nın kvadratı bölünsün B bərabərdir 10 üzəri 7 vurulsun 10 üzəri 2 kimi. Bax buradan B'lər geçsə qalır A'nın kubu bərabərdir 10 üzərində 7'nin için toplasam olar 9. Yəni ki A'nın kubu bərabərdir 10 üzərində 9'u belə yazıram da bax 3. 3 üstündə 10 üstündə 3. Deməli A kub bərabərdir daha doğrusu. İndi A'nın özü bərabərdir 10 üzəri 3 olar. A 10 üzəri 3'dürsə yazıram 10 üzərində 3 vurulsun B bərabərdir 10 üzəri 7'dirsə B də bərabərdir 10 üzəri 4 olar. Bax indi bunları tapmışıq. Gətirək bizə tələb olunanı tapaq. Bizə istəyir ki loqaritma kökdə B. Kökdə B'ni belə yazıram. B üstündə 2'də 1. Burada A var. A'nın üstündə 1 var. 1 bölü 2'də 1 2 edir. Keçir qarşıya. 2 loqaritma B əsasdan A. O da 2 vurulsun. Loqaritma B'nin yerinə 10 üzəri 4 yazıram. A'nın yerinə 10 üzəri 3 yazıram. O da 2 vurulsun 3 bölünsün 4. Ondan onda bizə 1'i verir də. 1 tam onda 5. Deməli 26-cı sualda da doğru cavab neçə qalır? 1 tam onda 5 qalır. 27-ci suala baxaq. 2 üzərində var x. Üstə gəlinsin y bərabərdir 5'ə. X çıxılsın. Loqaritm 2 əsasdan y bərabərdir müsbət 2'yə. Təyin sistemindən x, y hasilinidir. Tapın. İndi burada nə edək? 2 üzəri x var, üstə y var. X var, y var bir də. İndi loqaritm 2 əsasdan y yazıram belə. Loqaritma 2 əsasdan y bərabərdir x minus 2'yə. İndi y bərabərdir 2 üzərində x minus 2 qalır. İndi y də bərabərdir. Onsuz da burada y nədir? 0'dan böyükdür. 2 üzərində x bölünsün 4 kimi. Y-in yerinə gətirək. 2 üzərində x burada var. 2 üzəri x böl 4'ü yazaq. 2 üzəri x böl 4 bərabərdir 5 alınsın. İndi hər tərəfini 4'ə vursam, elə 4 vuraq 2 üzəri x. Üstə gəlsin 2 üzəri x.
4 5'inden ise kaldı? 20 kaldı. Bu da 5 vurulsun 2 üzeri x beraberdir 20'dirsə 2 üzeri x 20'ni 5'e bölündə müsbət 4 qalır. X da burada neçə edər? 2 edər. X 2-dirsə y bərabərdir 2 üzeri x daxı 2 üzeri 2'nin kvadratı bölünsün 4. O da 1 edər. Deməli, y 1'dir, x 2'dir. Nə soruşur? Birdən x y qalsın. 2'ni də 1'ə vursuq, doğru cavab neçə qalar? Müsbət 2 qalar. 27'de də doğru cavab 2'dir. 28 bunun eynisidir. Baxaq. Misal nömrə 29'a. X çıx y fərqi 1'ə bərabərdir. 49 üzərində x minus 42 vurulsun 7 üzərində x bərabərdir neçə verib? 7 verib. X y hasilini tapın. Əvvəla gəlin belirləyin də buna. 49'u yazıram 7 üzərində x 10 kvadratı kimi. Çıxılsın 42 vurulsun 7 üzərində x minus 7 bərabərdir 0'a. Sonra burada 49, 42, 7 üzeri y var. Burada üzülü sağ bu y verir bizə. Burada y'dir. Bunu belə yazdıq. İndi y bərabərdir, y bərabərdir. Və ya da x'i tapsaq, y tapaq da buradan y bərabərdir, x minus 1 olar. Şimdi bu da edir 7 üzeri x'in nəyi var? Kvadratı minus 42 vurulsun 7 üzərində y'in yerinə x minus 1 minus 7 bərabərdir 0 yazıram. Bu da edir 7 üzərində x'in kvadratı minus 42 vurulsun 7 üzərində x bölünsün 7 üzərində 1 minus 7 bərabərdir 0'a. Bu 7 burada qalar 6. 7 üzərində x bölünsün 2 minus 6 vuraq 7 üzərində x minus 7 bərabərdir 0'a. Sonra 7 üzərində bir x-a bir t desəm t də nədir? 0'dan böyükdür. İndi olur t'nin kvadratı minus 6t minus 7 bərabərdir 0'a. Köklər cəmi 6 hasılı mənfi 7 olsa deməli t1 bərabərdir. Nə ola bilər buradan? Cəm 6 eləsin. 7 t2 bərabərdir mənfi 1. Cəm 6'dır, hasılda mənfi 7. Aha. Bəs dedi t 0'dan böyüksə bu ola bilməz. Onda 7 üzərində x bərabərdir t'yə də 7'yə x bərabərdir müsbət 1'ə. İndi x 1'dirsə y nəyə bərabərdir? Y də 0'a bərabərdir. Çünki buradan baxaq x 1'dirsə y də 0 olur. X y hasılı 1'i də 0'a vuranda neçə eləyər? 0 edər. Deməli 29 da doğru cavab 0'a bərabərdir. 30 da bunun eynisidir. Baxaq misal nömrə neçə gəlir? 31. Sistemdən x plus y cəminin dəyəri tapın. Yazaq şərti 3'də 1 üzərində x vurulsun 5 üzərində x bərabərdir 75'ə. Bir də verib 2x üstdə y bərabərdir 0. Şimdi bunu belə yazmaq istəyirəm. Bu x kimi yazsaq yenə də fərq olmayacaq. Onda y bərabərdir mənfi 2x yazaq. Onda da 3 üstündə, bax 3'də 1 yazıram 3'ün üzərində mənfi 1, 10 üzərində x. Burası 5 üzərində. Y-in yerinə yazıram mənfi 2x. Bunda 2x bərabərdir. Neçə var? 75 var. Aha. Sonra nə edirəm buradan? Yazaram 3 üzərində mənfi x vurulsun 5 üzərində mənfi 2x bərabərdir. Neçə var? 75. Şimdi 3 üzəri mənfi x vurulsun 5 üzəri mənfi 2 də bu. 5 üzəri mənfi 2 10'un üstündə nə var? X var. Daha doğrusu mənfi yazmayaq. 5 üzəri 2 var. Bu da x olsun. O da bərabərdir 75'ə. Şimdi qüvvətlərə baxın. İkisi də mənfi x-dır. Onda 5'i 5'in 3'ü 5'in kvadratına vursam 5'in kvadratı 25, 3'ə vuranda verir 75 üzəri mənfi x bərabərdir 75 üzəri 1'dir. Mənfi x 1'ə bərabər olsa x bərabərdir mənfi 1 alınır. X mənfi 1'dirsə y də burada mənfi 1 yazsaq olar müsbət 2. X plus y cəmini istəyirdi. 2 ilə də mənfi 1 edir müsbət 1.
31 oldu. Doğru cavab 1. 32 də bunun eynisidir. Baxaq, misal nömrə 33-ə. Deyir, tənliyi həll edin. Yazırıq x-in kubu minus 4x-in kvadratı minus x üzəri 4 kvadrat plus 4'də 1 loqaritm 2 əsasdan kvadratı x kvadrat minus 3 loqaritma 2 əsasdan x var. Minus 3 loqaritm 2 əsasdan x var. Bir də plus 2. Bunun da kvadratı verib bərabərdir 0. Şərti 4 loqaritm 2 əsasdan kvadrat 3 loqaritm 2 əsasdan x plus 2 bərabərdir 0. X kub minus 4x kvadrat minus x üstə 4 bərabərdir 0-a. İndi hər iki kvadratın 0 olması üçün nə lazımdır? Bu da 0 olsun, bu da 0 olsun. İndi yazıram x-in kubu minus 4x kvadrat minus x üzəri 4 bərabərdir 0-a. İndi eyni zamanda x 0-dan böyük olmalı. Çünki loqaritm daxili ifadədir. İndi burada da vurguları ayırsaq x kub minus x minus 4x kvadrat plus 4 bərabərdir 0-a. X'i çıxarsaq x kvadrat minus 1 qalır. Minus 4'ü çıxarsam x kvadrat minus 1 qalır. Bərabərdir 0-a. İndi buradan olacaq x kvadrat minus 1'i çıxarsam mötərizə xaricinə olacaq x minus 4 bərabərdir 0-a. İndi x bərabərdir 1, x bərabərdir mənfi 1, x də bərabərdir müsbət 4 alınır. İndi sonra bu tənliyi həll edək. Verib bizə 4'də 1. Bunu da başqa rənglə yazaq. Qırmızı ilə yazaq. 4'də 1 loqaritma 2 əsasdan kvadrat x kvadrat minus 3 loqaritma 2 əsasdan x plus 2 bərabərdir 0-a. İndi bu yer 4'də 1, 4 keçir qabağa, loqaritma 2 əsasdan kvadratı x var. Var x minus 3 loqaritma 2 əsasdan x plus 2 bərabərdir 0-a. Bu 4'dən bu 4 gedir. Loqaritma 2 əsasdan x-a bir t desək olur. T kvadrat minus 3t üstə gələnsin 2 bərabərdir 0-a. Yəqin ki, burada 4 hardan keçir onu bilirsiniz də. Bu t kvadrat kimi məsələn 2 qarşıya keçir. Əslində modul kimi keçməlidir. Əgər ki, belə yazaq. Nə olmalıdır? Onsuz da burada x 0-dan böyükdür. Bu 2 qarşıya keçir. 2'nin də kvadratı 4 eləyəcək. Ona görə 4'də 1 vur 4 yazırıq. Bir də loqaritm 2 əsasdan x kvadrat qalıb da burada. Köklər cəmi 3 hasili 2 eləsə 1 və 2 ədədləridir. İndi yazırıq loqaritm 2 əsasdan x bərabərdir 1-ə. Bir də loqaritm 2 əsasdan x bərabərdir 2 olar. X bərabər 2 üzərində 1, 2 edir. X də bərabərdir 2'nin üzərində 2 neçə edər? 4 edər. İndi burada hər ikisində ortaq kök müsbət 4'ə bərabərdir. Deməli 33'də də doğru cavab 4 edir. 34-cü sualda bunun eynisidir. Onu özünüz inşallah ki yazarsınız.